Növbəti belə bir məsələni dedilər ki, belə bir məsələ düşüb. Gəlin bu məsələyə də baxaq. Bu məsələdə bizə deyir ki, deməli, deməli CO və CO2 cəmi x moldur. Deməli bizə CO və CO2-dən ibarət olan bir qaz qarışığı veribdir və qaz qarışığı birlikdə 2 moldur. Deyir orta molar kütləsi 32-yə bərabərdir. Onda biz bunu xaç yolla həll etsək daha rahat olar. CO, CO2 verirəm. CO-nun emiri 28-dir, karbon qazı 44-dür. Orta molar kütlə 32-yə bərabərdir. Böyükdən kiçik çıxıb əks tərəfdə yazacağam. O zaman 32-dən 28 çıxaram. 32-dən 28 çıxanda hardasa bizə verəcək 4. 44-dən də 32 çıxacaq. 44-dən də 32 çıxsaq bizə verəcək 12. Sonra xısar aparsaq burada 1x-in 3x-ə nisbət alacağıq. Karbon qazı 1x mol, CO da 3x molsa cəm 4x mol qazımız var. 4x mol qazımız deyir bərabərdir. Deməli 4x deməyək, gəlin burada bu x-lə qarışdırmayaq da. Gəlin belə yazaq da. Nisbət yazmamışıq. Birini 3A mol yazaq, birini 1A mol yazaq. Çünki nisbətdə zaten mən öyrəşmiş x deməyə ona görə x dedim. İndi 1A ilə 3A, yəni 4A mol qazım var. Bu deyir x-ə bərabərdir. Aha, 4A mol qazım x-ə bərabərdir. Deyir sonra bura sistemə x molda oksigen əlavə olundu və bu zaman CO hamısı reaksiya daxil oldu. Onu da yazaq. CO ilə oksigen reaksiyaya girib CO2 əmələ gətirə bilər. Bilirsiniz ki, 2 mol CO 1 mol oksigendən 2 mol CO2 yaradır. Və deyir ki, burada CO tam sərf olunub. CO-muz nə qədərdir? 3 ham oldu. Onda biraz çox sistemə əlavə olunmuş oksigen. Sonra deyir, bura x mol oksigen əlavə olundu. Bu zaman CO hamısı tam sərf olundu. Onda CO tam sərf olunubsa, yenə deyirəm, CO-muz nə qədərdir məndə? 3 ham oldu. Deməli, 3 ham oksigen tam sərf olunubdu. Normalda 2 mol oksigen, daha doğrusu, üzr istəyirəm, 3 mol CO-muz var, 3 mol CO tam sərf olunub. Normalda 2 mol CO, daha doğrusu 2 mol oksigen dedim, 2 mol CO demək istəyirəm. 2 mol CO 1 mol oksigen sərf edirsə, 3 molun bəs nə qədər oksigen sərf edəcək? Buradan sərf olan oksigen 1,5 mola bərabər olacaq. Və deməli, sistemə əlavə olunmuş oksigen nə qədərdir bilmirəm, onun sərf olunan mol miqdarı 1,5 mola bərabər olacaq. Və 3 mol CO, 3 mol da karbon qazı yaradacaq. Deməli, əlimdə nə var idi? 3 mol CO var. Bu tam sərf olundu. Bu zaman 1,5 mol oksigeni apardı. Çünki 2 mol CO 1 mol oksigen aparırsa 3 mol CO da 1,5 mol oksigen sərf etməlidir. Və bu zaman 2 mol CO 2 mol CO2 yaratdığına görə 3 molda 3 mol CO2 yaradacaq. Yenə mənə gələn qaz qarışığım əvvəlcədən 1 mol var idi karbon qazı burada. Baxın, görürsünüz, 1 mol karbon qazı var idi. Yenə mənə gələn karbon qazı 3 mol oldu. Sonda əlimdə 4 mol karbon qazı oldu. Və sistemə x mol, yəni x deyəndə 4 mol nəzərdə tutulur. X-imiz axı 4 moldur. 4 moldur. 4 mol oksigen əlavə eləmişik. 4 mol oksigenin 1,5 molu sərf olunub. Sonda əlimdə 2,5 mol oksigen artıq qalacaq. Onda son qaz qarışığım 4 mol, belə deyək də, yenə əmələ gəlmiş karbon qazına və 2,5 mol oksigendən ibarət olacaq. Bu zaman deyir CO hamısı tam sərf olunur. Alınan qaz qarışığı 2x 3 mol olur. Alınan qaz qarışığım 4 mol yenə əmələ gəlmiş karbon qazından və 2,5 mol artıq qalmış oksigendən ibarət olacaq. Hansı ki, bu da 6,5 mola bərabərdir. İndi müəllif mənə deyir ki, bu 6,5 mol 2x 3 mola bərabərdir. X-də mən bayaqlar 4A tapmışam, onu gətirib yerinə qoyub. 2x 3, 2-ni 4A-ya vursam, 8A çıxılsın 3-dür. Deyir, bu əslində 6,5A-ya bərabərdir. Buradan tənliyi həll etsək, 8A-dan 6,5A çıxsam, 1,5A 3-ə bərabər olacaq, A-mız bərabər olacaq 2-yə. A-mız 2-yə bərabərdirsə, bizə deyir ki, nəyi soruşur? Deyirsə, x-i soruşub. X nəyə bərabərdir? A-mız 2-dirsə, x-imiz də 4A-dırsa, gətirib yerinə qoyanda x bərabərdir 4A. Yəni, x bərabər olacaq 4 vurulsun 2-yə. Çünki A-nı 2 tapdıq axı. X-imiz də bərabər olacaq 4 vurulsun 2, yəni 8-ə. X-i soruşur, x-in cavabı 8 oldu.